sinoptiklərin qarşıdakı günlərlə bağlı proqnozları necədir? Bu barədə hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Emil Məlikov son məlumatları çatdıracaq. Emil, buyurun, söz sizdədir. Bəli, payız artıq öz sərt üzünü göstərir. Bu günlərdə çiskinli, yağışlı havanın şahidiyik. Ümumən üzümüzə gələn günlərdə havanın necə olacağı barədə Milli Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşı Fidan Hacıyeva bizə məlumat verəcək. Hər vaxtınız xeyir, buyurun. Salam, hər vaxtınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi, axşam-şimal şərq küləyi ilə əvəz olunacaq. Yağışın gündüz tədricən kəsiləcəyi də gözlənilir. Havanın temperaturu gündüz 15-17 dərəcə isti, axşam isə 12 dərəcə isti olacağı gözlənilir. Sabah da paytaxtımızda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 5-dən 6-sına keçən gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimal olunur. Bölgələrimizdə də, eləcə də Qarabağ və Şərqi Zəngəzur zonasında hava şəraitinin əsasən yağmursuz, lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 17-21 dərəcə isti, dağlarda isə 5-9 dərəcə isti olacağı gözlənilir. Bizim sizə çatdıracaqlarımız bunlar idi. Söz yenidən sizdədir. Emil, sizə və müsahibinizə təşəkkür edirəm çatdırdığınız ətraflı məlumatlara görə.